Bunun adı espanderdir. Bəziləri deyir ki, bunu məşq edəndə əllərim ağrıyır. Bunun üçün nə etmək lazımdır? Belə qoymayın. Belə qoyanda məndə də ağrıyır. Yəni bəzi soruşurdu niyə ağrıyır. Və bunun nə olduğunu bilməyənlər də var. Çünki bunu satan bir səhifəsinin yiyəsi bile o deyir ki, nə işə yarayır. Bu barmaqları işlətməyə. Baxın bu formada barmaqlar. Damar çıxartmağa soruşurdu. Yoxsa barmaqların həm damara, həm barmaqlara xeyri var. Ən əsasda barmaqlara, əsasda döyüş idmanıyla məşğul olanlar üçün barmaqlar güclü olsun, yumruqları yaxşı çıxmaqdan ötürü və cüdoda da zatlar tutmalar, yapışmalarda espanderlə məşq edə bilərsiniz. Çoxsu deyir ki, işə yaramır. Bu sadəcə idman aləti deyil, həm də fizioterapiyada istifadə olunur. Barmaqlar məsələn görürsən tutulur, edir, açılır. Və yaxud da az açılır. Onda espanderdən istifadə olunur. Yəni fizioterapiyada da istifadə olunur, əziz dostlar. Yəni bəzi deyir ki, işə yaramaz bir şeydir. Amma fizioterapiyada istifadə olunursa demək işə yarayan bir şeydir. İdman zallarının mağazalarında da satılır. Hətta apteklərdə də satılır idman, yəni fizioterapiya. Bununla bu formada işləmək olar. Bura qoyanda ağrıdır əlbəttə ki. Deyirlər ki, əlimə xeyri olmaqdansa məzədə verir. Bununla necə məşq edə bilərsiniz? Birinci qayda. Yavaşca bax. Bu formada 1, 2. Bunu biraz sıxırsınız, bax. Yavaş-yavaş belə atırsınız. Yavaş-yavaş. Üçüncü qayda. Bax, belə tez-tez. Amma bunu belə qoyub, belə sıxanda ağır da bilər. Bax, belə qoyub, bura. Bunu yavaşca, bax, belə, baxın. Damarları da görürsünüz. Və ikincisi də bax, sıxdınız. Baxın. Sıxdınız. Yavaşca buraxırsınız. Üçdəki tez-tez.